Nə gülməli videodur bu. Sabah Vaqifə oynayacağım. Senaryonu da öyrənməmişəm. Yalan dedim Samirə. Bəlkə dedim öyrənim. Bu videoya da baxım öyrənərəm. Vay, Samir gəldi. Tez söndürün kompüteri. Saat gec oldu. Məşqimi də elədim. Artıq yata bilərəm. Sabah önəmli bir gündür. Kənan, hazırsan? Hə, Samir, narahat olma. Dünən ancaq hazırlaşmışam. Zəng vuruldu. Gəl tamaşa zalına keçək. Başa düşmədim Samir. Zalda niyə heç kim yox idi? Hələ anlamadın? Mən dünən gecə otağının qabağından keçəndə dediklərini eşitdim. Senaryo oxumayıb kompüter oynadığını bilirəm. Samir, vallahi oxuyacaqdım. Sadəcə yadımdan çıxdı. Çox peşmanam. Bir də eləməyəcəm. Yenə də mənə yalan danışdın. Bax, yaxşı ki dünən eşitdim. Yoxsa səhnədə biabır olacaqdıq. Mən hələ anlamadım. Zal niyə boş idi? Of. Mən sənin öyrənmədiyini bildiyim üçün müəlliməyə zəng vurdum. Tamaşanın vaxtını irəli aldım. Sənə bir dərs vermək üçün bu oyunu oynadıq. İndi bildim. Mən də deyirdim bu zal niyə boşdur. Söz ver Kənan. Evə gedən kimi hazırlaşacaqsan. Söz Samir. Ancaq hazırlaşacağam. Bundan sonra səhlənkarlıq eləməyəcəm. İnşallah.